Azərbaycan Respublikası hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. Prezident İlham Əliyevin də bildirdiyi kimi, bununla iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qeyd etmək lazımdır ki, sözü gedən sənəd Prezident İlham Əliyev və Prezident Donald Trump tərəfindən avqustun 8-i Vaşinqtonda imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması məqsədi ilə strateji işçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası hökuməti və Amerika Birləşmiş Ştatları hökuməti arasında anlaşma memorandumuna uyğun olaraq hazırlanıb. Məhz buna görə xartiya iki ölkə arasında tərəfdaşlığın institusional çərçivəsinin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada qeyd olunan ilk müddəada tərəflər münasibətlərin fundamental əsası kimi bir-birinin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləyir. Xartiya həmçinin enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı ehtiva edir. Sənədin regional bağlantılar bölməsində Azərbaycanın əsas hissəsi və onun Naxçıvanla arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını açacaq multimodal bağlantı layihəsi kimi beynəlxalq sülh və rifah naminə Trump marşrutunun əhəmiyyəti, eləcə Transxəzər nəqliyyat dəhlizi xüsusi olaraq vurğulanıb. Quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantıları, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq niyyəti xartiyada qeyd olunub. Bu çərçivədə həmçinin enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrinin cəlb olunması, mülki nüvə sahəsində, eləcə də nadir mineralların qlobal bazarlara tranziti sahəsində əməkdaşlıq kimi məsələlər yer alıb. Sənəddə Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti qeyd edilir. Strateji tərəfdaşlıq xartiyasının süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr bölməsində ölkəmizin bölgədə enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika şəbəkəsi kimi mövqeyini gücləndirmək səyləri alqışlanır. İki tərəfli ticarət və sərmayələri artırmaq niyyəti diqqətə çatdırılır. Süni intellekt və kosmik sənaye sahəsində əməkdaşlıq, rəqəmsal infrastrukturda sərmayələr, o cümlədən ölkəmizdə süni intellekt data mərkəzlərinin inkişafı mühüm istiqamətlər kimi müəyyən olunub. Kiber təhlükəsizlik və süni intellekt sahəsində birgə tədqiqat və inkişaf dəstək alətləri və innovasiya platformaları kimi mexanizmlərin yaradılması istiqamətində əməkdaşlıq da xartiyada əks olunub. Azərbaycan və ABŞ inkişafda olan texnologiyalar, platformalar və biznes təcrübələri sahəsində mübadilə aparmaq və texniki yardım göstərmək, Azərbaycan Respublikasında istedadlı şəxslərin inkişafı və bacarıqlı işçi qrupunun artımı üçün tərəfdaşlığı gücləndirmək niyyətlərini ifadə ediblər. Xartiyanın 3-cü bölməsində təhlükəsizlik əməkdaşlığının hər iki dövlətə, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verdiyi xüsusi vurğulanıb. Ölkəmizin beynəlxalq sülh məramlı səylərə verdiyi töhfələri yüksək dəyərləndirilib. Müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsinin, o cümlədən müdafiə məhsullarının satışlarının, terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamət kimi müəyyən edilib. Bununla yanaşı kiber təhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi kimi istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi sənəddə öz əksini tapıb. Ümumilikdə strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsi nəzərdə tutulur. Strateji baxışın simvolu olan bu tarixi sənəd Azərbaycanla ABŞ-nin qarşılıqlı maraq və ortaq məqsədlər əsasında dayanıqlı və strateji tərəfdaşlıq qurmaq əzmini nümayiş etdirir. Beynəlxalq səviyyədə qlobal çağırışlara birgə cavab vermək və davamlı sülhün təmininə töhfə vermək öhdəliklərini təsdiqləyir.